fitrə zəkatı ilə bağlı suallar ünvanlanır. Biz həm mətbuat vasitəsilə, həm səhifələrimizdə də bu haqda məlumat vermişik insanlara. Bir daha deyirəm ki, fitrə zəkatı bayram axşamı ayrılır. Bu axşam bayram axşamı olduğu təqdirdə ayrılacaq. Daha yaxşı olar ki, səhər saat 8-ə, 9-a qədər gecə ərzində bayram namazının vaxtına qədər ayrılsın. Fitrə zəkatı hamı bildiyi kimi 3 kiloqram arpa, buğda, un, kişmiş, düyü və s. xurma və s. ərzaq növlərinin ya özü ya həmin məbləğdə pul vəsaiti ilə ayrılır ailə üzvlərinin hər birinin adından. Fitrə zəkatını imkanlı adamlar ayıra bilir. Yəni o adamlar ki, onların imkanı var fitrə zəkatı ayırmağa, öz gündəlik ehtiyaclarını təmin edən insanlar fitrə zəkatı ayırır, ailə üzvlərinin hər birinin adından və ehtiyaclı insanlara çatdırılır. Hər il bizim məsciddə insanlar gəlib fitrə zəkatlarını bura bizə həvalə edirlər. Bəzi insanlar var ki, çətinlik çəkirdik. Biz ətrafda, qohumda belə bir adam tanımırıq. Mən bir daha deyirəm, bacardığınız qədər fitrə zəkatınızı özünüz verin. Amma əgər heç cür imkan edə bilmirsinizsə, bunu bizə həvalə etmək istəyən insanlar bank hesabları ilə tanış ola bilərlər. Səhifəmizdə bu qeyd olunub. Əlbəttə, bu bizim üçün ancaq və ancaq məsuliyyətdir. Yəni, bunu bilməyiniz lazımdır ki, biz onları necə ay ərzində bu yardımlar evlərə aparıldı, eləcə də fitrə zəkatı da həmin o siyahılar üzrə ünvanlara çatdırılır. Amma bir daha təkidlə deyirəm, kim istəsə, imkanı olsa daha yaxşı olar, özü öz fitrə zəkatını tanıdığı ehtiyaclı insanlara versin. Olmasa bu hesablara köçürə bilərlər ki, bunun hamısına şəxsən mən özüm cavabdehlik daşıyıram Allahın qarşısında. Bismillahirrahmanirrahim. Fitrə zəkatı. Fitrə zəkatının vacib olma şərtləri. Qonağın fitrə zəkatı. Sual: təkcə fitr bayramı gecəsi mükəlləfin evinə gələn qonağın fitrəsinin hökmü nədir? Cavab: onun fitrəsi ev sahibinin öhdəsində deyildir. Əgər fitr bayramı gecəsi insanın evinə qonaq gəlsə və sübh vaxtı bayram olduğunu başa düşsə, qonaqların fitrəsi ev sahibinə vacibdirmi? Cavab: hilalın göründüyündən xəbərsiz olmaq, fitrənin verilməsinin hökmündə təsir qoymur. Əvvəldə qeyd olundu ki, bir gecəlik qonağın fitrəsi onun öz öhdəsindədir. Əgər qonaq öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülürmü? Cavab: qonaq ev sahibinin çörək yeyəni sayıldığı təqdirdə, əgər o ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür. Fəqirin fitrə zəkatı. Maddi imkanı olmayan şəxsin fitrə zəkatı verməsi vacibdirmi? Cavab: əgər fəqir olsa, fitrə zəkatı vermək ona vacib deyildir. Əgər bu şəxsdə 3 kiloqram buğda və ya bu kimi qida məhsulu varsa, yaxud da bu məhsulların qiyməti qədər pulu varsa, onu fitrə zəkatı ünvanında verməsi müstəhəbdir. Əgər himayəsində yaşayan şəxslər varsa, bu şəxs həmin məhsulu və ya pulu fitrə ünvanında ailə üzvlərinin əlində dolandıra bilər və yaxşı olar ki, axırıncı şəxs onu özlərindən olmayan bir fərdə versin. Dolanışıq xərclərini təmin edən qadının fitrə zəkatı. Əgər ərin ehtiyacı olduğu üçün qadın dolanışıq xərclərinin təmin olunmasında kömək edərsə, onların fitrə zəkatını kim verməlidir? Cavab: əgər qadın kişinin çörək yiyəni hesab olunarsa, ər imkanı olduğu təqdirdə özünün və həyat yoldaşının fitrə zəkatını verməlidir. Əgər qadın ərinin və başqasının çörək yiyəni olmasa, qadının özü fitrə zəkatını verməlidir. Naşizə qadının, ərin haqlarına riayət etməyən qadın, fitrə zəkatı.
Ərinin cinsi istəklərinə cavab verməyən qadının fitrə zəkatı ərin öhdəsindən götürülürmü? Cavab: xeyr, ər onun fitrə zəkatını verməlidir. Ancaq əgər qadın başqasının çörək yeyəni olarsa, onun fitrə zəkatı ərin öhdəsindən götürülər. Ərin fitrə zəkatı verməməsi zövcənin və övladın vəzifəsi. Əgər ata fitrə zəkatı verməsə, onun zövcəsi və övladının vəzifəsi nədir? Cavab: onların bir vəzifəsi yoxdur və fitrə zəkatı vermələri lazım deyildir. Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı. Fitrə zəkatı adətən istifadə edilən və məlum qida məhsulu ilə verilməlidir, yoxsa şəri qida məhsulu ilə verilməlidir? Cavab: əgər buğda, arpa, xurma, düyü və bu kimi qida məhsulu ilə verilsə, kifayət edir və əksər hallarda istifadə edilən qida məhsulunda inhisarlaşmır. Fitrə zəkatının miqdarı. Fitrənin miqdarı nə qədərdir? Cavab: mükəlləf özü üçün və onun çörək yeyəni sayılan fərdlərin hər biri üçün cəmaatın yediyi qida məhsullarından, məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. 3 kiloqram və ya onlardan birinin pulunu müstəhəqqə, fitrə zəkatı verilən şəxs verilməlidir. Fitrə zəkatının verilmə zamanı və məkanı. Fitrəni kənara qoymağın zamanı. Fitrəni kənara qoymağın və onu ödəməyin vaxtı nə zamandır? Cavab: Şəvval ayının hilalının göründüyü sübuta yetdikdən sonra mükəlləf fitrə zəkatını kənara qoya bilər. Əgər o bayram namazı qılırsa, ehtiyat vacibə görə fitrə zəkatını namazdan qabaq verməli və ya kənara qoymalıdır. Əgər bayram namazı qılmırsa, fitr bayramı gününün zöhrünə qədər təxirə sala bilər. Fitrəni kənara qoymaq və ondan istifadə etmək. Əgər mükəlləf fitrəni kənara qoysa, onu istifadə edib sonra onun yerinə başqa mal qoya bilərmi? Cavab: xeyr, kənara qoyduğu malı fitrə olaraq verməlidir. Fitrə zəkatını Ramazan ayından qabaq vermək. Fitrəni Ramazan ayından qabaq vəqirə vermək olarmı? Cavab: xeyr, kifayət etmir. Amma fəqirə borc verib, fitrə bayramı günü verdiyi borcu fitrə ünvanında hesablaya bilər. Fitrə zəkatını başqa şəhərə göndərmək. Fitrə zəkatını başqa şəhərə göndərə bilərəkmi? Cavab: əgər mükəlləfin yaşadığı yerdə və şəhərdə müstəhəq tapılmasa, fitrəni başqa şəhərə apara bilər. Fitrə zəkatını bayramdan qabaq vermək. Əgər başqa bir ölkədə müstəhəq və daha ehtiyaclı fərdlər olsa, bu fərdlərə çatdırılması üçün fitrə zəkatını bayramdan bir neçə gün qabaq vermək olarmı? Əgər bu işi telefon danışığı vasitəsilə bir şəxsə tapşırsam və ölkəyə qayıtdıqdan sonra müstəhəqlərə verdiyi məbləği ona versəm, bunun hökmü nədir? Cavab: sizin tərəfinizdən fitrə zəkatını ödəməsi üçün özünüzə vəkil təyin etməyinizin maneəsi yoxdur. Vəkil təyin etmənin yuxarıda deyilən qaydada, yəni istər telefonda zəngləşərək, istərsə də başqa bir yol ilə olması fərq etmir. Amma fitrə zəkatının öz vaxtında verilməsi vacibdir. Fitrə zəkatını verməyi unutmaq. Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir? Cavab: əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir. Fitrə zəkatının istifadəsi. Fitrə zəkatının verilmə qaydası. Fitrə zəkatını dindar olmayan fəqir ailəyə vermək olarmı? Cavab: fitrə zəkatında fitrə alanın ədalətli şəxs olması lazım deyildir. Amma aşkarda böyük günahları işlədən şəxsə ehtiyat vacibə görə fitrə zəkatı verilməməlidir.
Nəfəqəsi vacib olan şəxsə fitrə zəkatı vermək. Ata ehtiyacı olan tələbə övladına fitrə zəkatı verə bilərmi? Cavab: əgər övladlar fəqir olsalar, ata və ana onların vacib xərclərini ödəməlidirlər. Fitrə zəkatından bir şey dolanışıq xərcləri üçün onlara vermək olmaz. Amma borclarını ödəmələri üçün və ya təmin edilməsi ataya vacib olmayan ehtiyaclar üçün fitrə zəkatını onlara verməyin maneəsi yoxdur. Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi. Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər sanın, payın qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə 20 sa yarım, yaxud yarımdan az və ya çox verə bilərikmi? Cavab: ehtiyat vacibə görə fəqirə bir sadan və ya onun qiymətindən az miqdar verilməməlidir. Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə sağ, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin. Fitrə zəkatını qohumlara vermək. Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı? Cavab: hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır. Fitrə zəkatını qardaşa vermək olarmı? Cavab: əgər fəqir olsa, olar. Ümumiyyətlə, fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə, fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxslərə vermək müstəhəbdir. Fitrə zəkatını mədəni işlərə xərcləmək. Fitrə zəkatını dini maarifin yayılmasına səbəb olan mədəni və dini işlərə xərcləmək olarmı? Cavab: fitrə zəkatını dini maarifin yayılması yolunda xərcləməyin maneəsi yoxdur. Amma ehtiyata görə fitrə zəkatı fəqirə verilməlidir. Seyyidlərin fitrəsi. Mənim həyat yoldaşım seyyiddir. Onun fitrəsinin mənim öhdəmdə olduğunu və mənim də seyyid olmadığımı nəzərə alaraq, həmçinin seyyidlərin fitrəsinin ayrıca alındığını nəzərə alaraq, mən həyat yoldaşımın fitrəsini seyyidlərin fitrəsi üçün nəzərdə tutulan yerə verməliyəmmi? Cavab: fitrənin verilməsində meyar əyal fitrəsi verilən deyil, muildir, fitrəni verən şəxsdir. Buna görə də siz fitrənizi seyyidə verə bilməzsiniz, baxmayaraq ki, həyat yoldaşınız seyyidədir. Fitrə zəkatının fəqir seyyidlərə verilməsi. Fitrəni fəqir seyyidlərə vermək olarmı? Cavab: seyyid olmayanlar seyyidlərə fitrə verə bilməzlər. Fitrə zəkatını ehtiyacı olan xəstənin müalicəsinə xərcləmək. Əgər bir şəxsin maddi imkanı yaxşı deyilsə və azyaşlı qızının böyük xərc tələb edən xəstəliyinin müalicəsi üçün pula ehtiyacı varsa, ona fitrə zəkatı vermək olarmı? Əgər sonradan onun fitrə zəkatına müstəhəq olmadığı məlum olsa, bunun hökmü nədir? Cavab: əgər o fəqirdirsə, ona fitrə zəkatını vermək vacib deyildir və siz fitrə zəkatınızı ona verə bilərsiniz. Əgər onun fəqir olmadığını sonradan başa düşsəniz, bu təqdirdə, əgər sizin ona verdiyiniz mal aradan getməyibdirsə, onu geri alıb müstəhəqqə verə bilərsiniz. Əgər geri ala bilməsəniz, öz malınızdan fitrə verməlisiniz.